Xüsusi nişanlar verirdiler. 5 ulduz, yani bütün eseri kinoteatrlarında bu getməliydi. Hemen o istintaq filmi 5 ulduz plakat nişanı aldı ve bütün eserde uzun müddet bütün kinoteatrlarda nümayiş edildi. Neticede eserin en büyük mükafatı olan eseri devlet mükafatına çekiliş grubundan 7 nefer layık görüldü. Hamsında Ümumilli lider Heydərovun çok büyük desteği var ve rolü var. Rejissor Rasim Ocaqovla rəssam Fikrət Bağırovun əməkdaşlığı Bağlı Qapı və Park filmlərində uğurla davam etdirildi. Ümumiyyətlə, Rasim Ocaqovun filmlərinin qəhrəmanları xaraktercə bir-birlərinə yaxındılar. Onlar həqiqətin təntənəsi naminə mübarizə aparırlar. Rəssam isə filmin ruhunu, ab-havasını duyaraq hadisələrin dərinliyinə gedir. Forma və rənglərlə müxtəlif planlı obrazların yaradılmasına, rənglə işıq arasında harmoniya tapmaqla bütün